Salam əziz tamaşaçılar, bugünkü gündə Forex bazarında biz ilk öncə spotlardan əlavə başlanğıc olaraq valyuta bazarına baxacağıq. Burada gedişatı izləyəcəyik. Bugünkü çıxan fundamental faktorların bazara təsiri haqqında danışacağıq əziz işçilər. Bu faktorlara bazara necə təsir etdiyi və bu amillərin gələcəkdə bazar üçün hər hansısa bir trendin yaradılması ilə əlaqədar nüansları incələyəcəyik və gedişatı izləyəcəyik. Əsna kimi demək istəyərdim ki, bugünkü proqnozlar əsasında dollar indeksinin aşağı düşməsi və dollarla Michigan Universitetinin statistikasına əsasən çıxan fundamental faktorların bazara təsiri bu istehlakçıların inam indeksidir. Bu çıxışda proqnoz olunmuş 87 və statistik əsasa uyğun olaraq çıxışın 85.2 çıxması bu təkrarən olaraq yenidən baxılacaqdır. Bu xəbərin çıxışı bazarda müəyyən bir şəkildə dollar indeksinin 97 civarında öz qiymətinin tapılmasına gətirmişdir. Digər valyutalar baxımından desək əziz işçilər, Evroya baxıldıqda biz burada Evronun müəyyən müddət şəklində qalxışını izləmişdik. Əziz işçilər, bu qalxış Maliyyə Nazirinin çıxışı ilə əlaqədar olaraq və 300 nəfərdən 294 nəfərin qəbul etdiyi qərara uyğun olaraq 80 milyard dolların Qretsiyaya ayrılması haqqında və bu ayrılmadan sonra Yunanistanın belə deyək işçilər öz iqtisadi göstəricilərini ağırlaşdırılması, vergi sisteminin artırılması məcburiyyəti, sosial müdafiə fondunun aylıq vətəndaşlara verilən vəsaitə yenidən baxılması və s.dən ibarət idi əziz işçilər. Bugünkü gündə biz Evronun müəyyən bir hissədə, funt sterlinqin müəyyən bir hissədə gedişatını aşağıya doğru izləyirik əziz işçilər. Biz burada faktik olaraq Evro USD-yə baxacağıq. Əziz işçilər, Evro USD qrafikini izləyirik əziz tamaşaçılar. Biz burada gedişatın aşağıya doğru izlənməsinin səbəbini yenə də deyim, faktiki olaraq Avropa ölkələrinin Yunanistanla bağlı nəzərdə tutulan 80 milyard dolların verilməsi və bu problemin qaçılmaz olması, yəni nə mənada qaçılmaz olması, yəni ki, bu pul vəsaiti ödənilmədən Yunanistanın bu vəziyyətdən çıxarılmadığı halda Evronun gələcəkdə status itkisi ilə üzləşəcəyi və bu pul vahidinin digər valyutalar qarşısında hər hansısa bir gücünün olmadığını göstərəcəkdir əziz işçilər. Bununla əlaqədar olaraq ayrılacaq vəsaitin ümumi Avropa ölkələrinə fərdi şəkildə təsirini göstərəcəkdir ki, bu özlüyündə də Evronun digər valyutalara qarşı aşağı düşməsinin səbəbi kimi göstərmək olar əziz işçilər. Gələcəkdə qəbul olunacaq hər hansı bir faktorların, fundamental faktorların Evroya təsiri faktiki olaraq bugünkü gündə Yunanistanla bağlı olan problemin həllindən və bu gələcəkdə bu həlli prosesi və Yunanistanın verəcəyi iqtisadiyyatın gücləndirilməsi məqsədi ilə müəyyən daxili qaydaların ağırlaşdırılması prosesini həyata keçirdiyi halda və müəyyən borclarını müəyyən bir şəkildə geri qaytarıldığı halda Evronun stabilliyi haqqında müəyyən müddəa irəli sürmək olar əziz işçilər. Bunun paralelliyində biz burada həmçinin baxardıq funt sterlinqə baxardıq əziz işçilər. Bugünkü gündə funt sterlinqin müəyyən bir şəkildə qalxışının
izlənməsi, faktiki olaraq 61.8 nöqtəsindən keçərək qırmızı xəttə yaxınlaşması müəyyən müddətdə bunun burada resistance tapmasını göstərəcəkdir əziz işçilər. Bu trendin müəyyən bir tərzdə analiz olunması faktiki olaraq bugünkü gündə çıxan iqtisadi ekonomi xəbərlərin belə deyək olunması həddində müəyyən bir öz təsirini göstərir. Dünənki gedişata uyğun olaraq bugünkü trendin qurulması davamiyyəti göstərilir. Yəni ki, hər hansısa bir iqtisadi göstəricinin mənfi halda çıxıldığı halda korreksiyanın 23.6 nöqtəsinə kimi izlənməsi göstərilə bilər, əziz işçilər. Və bunun paralelində mən deyərdim ki, bu gedişatın hər hansısa bir iqtisadi göstəricilərin və Böyük Britaniyanın iqtisadiyyatında hər hansısa bir problem dəyişikliyinin olmaması ilə əlaqədar bu prosesin gedişatı müəyyən bir şəkildə öz nüfuzunu taparaq yuxarıya doğru irəliləyəcəkdir, əziz işçilər. Belə bir faktor deyərdim. Bu faktorlarda əsaslanaraq ümumi şəkildə baxardıq, əziz işçilər. Deməli, USD ilə bağlı olan valyutaların müəyyən bir hissəsinin qalxışı izlənilir və bunun paralelliyində Nasdaq indeksinin qalxışı, SP500 indeksinin qalxışı tam sürətlə izlənilir və qırmızı xəttə öz resistance xəttini tapıldıqdan sonra müəyyən bir şəkildə korreksiya izlənilir, əziz işçilər. Ancaq belə bir şəkildə deyərdim ki, 100 xəttinin, FIBO ədədlərinin 100 xəttinin kəsilişi və faktiki olaraq bugünkü gündə 61.8 xəttinə kimi texniki baxım qiymətindən düşmə ehtimalı vardır, əziz işçilər. Belə deyərdim, SP500 indeksinin bugünkü gündə qalxışı Amerika Birləşmiş Ştatlarının indekslərinin qalxışı görsənilir. Ancaq müəyyən valyuta indeksi baxımından aşağı yenməsi onun gələcəkdə müəyyən proqnozları müsbətə doğru getməsi haqqında bir müddəa kimi özümüzdə qeyd edə bilərik, əziz işçilər. Çünki burada digər valyutalara da qarşı dolların indeksinin düşməsinə baxmayaraq artımı izlənilir. Salam əziz tamaşaçılar. Biz faktiki olaraq burada neft gedişatına baxacağıq. Neftin gedişatında müəyyən bir tərzdə dəyişikliyin olması, müsbətə doğru dəyişikliyin olmasını izləyirik, əziz işçilər. Burada spekulyat əməliyyatlar baxımından spekulyasiyanın olmaması və bazarda gedişatı müsbətə doğru irəliləməsi, Amerika Birləşmiş Ştatlarının İranla bağlı sanksiyalarının yığışdırılması ilə və İran və digər böyük altılıqla hər hansı bir kompromisə gəlinməsi prosesindən sonra həyata baş verəcəkdir, əziz işçilər. Bu gedişatın neftin qalxışında müəyyən bir tərzdə tələbdən fərqli olaraq dollar indeksinin aşağı düşməsi bu tələbi müəyyən bir şəkildə bugünkü gündə neftin qiymətində müəyyən öz təsirini göstərir, əziz işçilər. Və burada texniki indikatorlar baxımından biz baxdıqda gedişatın müsbətə doğru irəliləməsini görürük, əziz işçilər, və belə bir indeks, belə bir texniki indikatorların yığılışı və spekulyativ əməliyyatların olmaması və bu qırmızı xəttdən izləyirik, əziz işçilər, və gedişatın ümumi tərzdə yuxarıya doğru qalxışını izləmək olar. Bu gedişat müəyyən bir tərzdə gələcəkdə neftin müəyyən bir xec şəklində qalxışını izləmək olar, əziz işçilər. Burada bizim gördüyümüz kimi belə bir tərzdə baxdıqda, əziz işçilər, 38.2 xəttinə kimi irəliləməsi və bu bizim gəlirliyimizin hardasa 107 punkt həcmində dəyişməsinə gətirə bilər, əziz işçilər. Amerika Birləşmiş Ştatlarında Slans neftin çıxarılması, Slans neftinin çıxarılması ilə bağlı qazıntıların aparan yataqların 1600-dən 600-700 arası civarında dəyişərək azaldılması və bugünkü gündə neftin dünya bazarında çoxluq təşkil etməsi müəyyən bir şəkildə neftə təsir edərək neftin qiymətinin 55-60 arasında range şəklində hərəkatını göstərir və bugünkü gündə bu gedişata uyğun olaraq hər hansı gəlirin əldə edilməsi müsbət xarakterizə oluna bilər, əziz işçilər. Neftdən əlavə biz burada baxardıq qızılın gedişatına, əziz işçilər. Qızılın gedişatında biz mənfi xarakteri görürük və bu
mənfiyə doğru irəliləməsi və faktiki gündə müəyyən bir şəkildə korreksiyanın həyata keçirilməsi bu faktiki olaraq qızılın qiymətində hər hansısa bir gedişatı müsbətə doğru getməsindən asılı olmayan bir amildir. Belə deyək işçilər, qızılın qiymətində düşkünlük hardasa 148 punkt təşkil etmişdir. Və biz burada bu gedişatı 4 saatda qrafikə çevrildiyimiz halda bu gedişatın müəyyən bir şəkildə aşağıya doğru gedişatını izləyirik əziz işçilər. Burada 0 xəttində öz korreksiyasını tapır və resistance xəttini tapır əziz işçilər. Burada belə demək olar. Və bu FIBA ədədlərin quruluşundan sonra demək olar ki, bu gedişat bu gedişatın bugünkü gündə 1133.86 sent qızılın bir unsasına bərabərdir əziz işçilər. Bugünkü gündə belə problemlərin olması qızılın olan tələbatın azalmasından irəli gəlir. Kitayda iqtisadi göstəricilərin aşağı düşməsi və tələbatın azlığı baxımından qızıl ehtiyatlarının aşağı düşməsinə gətirib çıxarır əziz işçilər. İkinci şamda biz gördüyümüz kimi bu şamın düşkündə spekulativ əməliyyatlar həyata keçirilmişdir. Və mən deyərdim ki, əziz işçilər, belə spekulativ əməliyyatlardan qaçılması ən əsas faktorlardan biridir mənim praktikamda. Çünki belə bir əməliyyatlarda ümumi şəkildə belə desək, gedişat çox böyük məsafə tutduğundan hər hansısa bir depozitin, səhv atılan depozitin yenidən korreksiya olunaraq geri qaytarılaraq və mənfəətə çıxarılması prosesi burada depozitin məhv edilməsi qaçılmazdır əziz işçilər. Belə faktorları, nüansları incələməyiniz çox vacibdir. Və bugünkü gündə indeksin, dollar indeksinin aşağı düşməsi və son nəticəyə uyğun olaraq müəyyən müddətdə bu gedişatın yuxarıya doğru izlənməsini göstərir və bu faktora təsir edən amillərdən də biri Yunanistanda Kitaydakı olan iqtisadi göstəricilərin aşağı düşməsi ilə əlaqədardır. Yaxın gələcəklərdə, yəni sentyabr-oktyabr aylarında bu korreksiyanın ilin sonuna düzəlməsi müsbət xarakterizə oluna bilər. Ona görə ki, əsnalardan biri Hindistan Respublikasıdır ki, sentyabr-oktyabr aylarında keçirilən toy mərasimləri ilə əlaqədar olaraq Kitayın qızıla ehtiyacı və tələbi çox olduğu şərtindən qızılın qiymətində təklif üstələdiyinə görə müəyyən şəkildə bu gedişat müsbətə doğru irəliləyə bilər. Belə bir faktorlardan biri də biz texniki göstəricilərə baxaq əziz işçilər burada. Texniki göstəricilər baxımından trendin belə baxardıq əziz işçilər biz buna. Gedişatın demək olar ki 80% civarında son şamın düşkünlüyü ilə əlaqədar olaraq gedişat texniki baxımdan, texniki indikatorlar baxımından gedişatın aşağı trenddə olması və faktiki olaraq yuxarıya doğru hər hansısa bir güclü trendin izlənilməsi faktı yoxdur əziz işçilər və bu və son şamda demək olar ki spekulativ əməliyyatların olmadığı qeyd olunur və bunun paralelində göstərilən texniki indikatorların Vada After Explosion indikatorunda baxdığımızda iki qırmızı şamın sarı xətti keçirildiyi halda bu trendin maksimal həddə aşağıya doğru izlənməsi qeyd olunur əziz işçilər. Burada Bears və Bulls indikatorlarına əsaslanaraq və bunların tərkibində
Reality Vigor Index, Momentum və bu indikatorların paralelliyində bu gedişatın aşağıya düşdüyü və müəyyən bir şəkildə korreksiyanın izlənə biləcəyi görsənilir əziz işçilər. Və biz burada dönüş müəyyən bir şəkildə qeyd olunur və trend xəttinin gücü indikatoruna baxıldığı halda bu range bir şəkildə minimumda yerləşərək trend xəttinin hələ ki heç bir fundamental faktor əsnasında bu yaxın zamanlarda qalxacağına hər hansı bir siqnal olmadığıdır. Bugünlük bu qədər əziz işçilər. Digər verilişlərdə, digər videolarda biz bu valyutaların yenə də analizi, həmin günə çıxan olan fundamental faktorların bazara təsiri, texniki analiz və s. haqqında danışacağıq. Sağ olun.